Ağıldan faydalı heç bir var dövlət yoxdur. Məğrurluqdan qorxulu tənhalıq yoxdur. Tədbir tökmək və düşünmək kimi ağıl yoxdur. Pərhizkarlıq kimi cömertlik yoxdur. Gözəl xasiyyət kimi yoldaş yoxdur. Ədəb kimi miras yoxdur. Müvəffəqiyyət və bir işə nail olmaq kimi rəhbər yoxdur. Gözəl əməl kimi ticarət və alver yoxdur. Savab kimi mənfəət yoxdur. Şübhə müqabilində özünü saxlamaq kimi pərhizkarlıq yoxdur. Harama rəğbətsizlik kimi zahidlik yoxdur. Təfəkkür və uzaqgörənlik kimi elm yoxdur. Vacibatı yerinə yetirmək kimi ibadət yoxdur. Həya və səbir kimi iman yoxdur. Təvazökarlıq kimi yüksəklik və baş ucalığı yoxdur.